Buyurun uşaqlar. Bu OTK-nın ayın 15-ində olan sınavıdır. Bugünkü OTK sınavını isə biz sizinlə növbəti dərsimizdə işləyəcəyik. Növbəti dərsimiz də 4-cü gün olmalıdır, düzdürmü? Orada bir dəyişiklik olacaq. Onu biz 3-cü gün axşama keçiririk. Qeyd edəcəm qrupa. Hər iki OTK sınavına baxmaq lazımdır. Kim getməyibsə, baxaq, bir-bir ötürmədən nə başa düşmədiniz, nə məntiqsiz hesab edirsən. Ay İsmail, nəyə görə məntiqsizdir, baxaq deyirsən. Ədəbiyyatı sanki biraz mürəkkəb idi, qarışıqlıq var idi. Ədəbiyyat ümumiyyətlə çətin idi. Doğrudan, baxaq uşaqlar. Deməli, biri kim demişdi? Cümlələrin birində ədatdan sonra vergülün qoyulması doğrudur. Ədatdan sonra deyir. Əlbəttə modal sözdür. Ona görə də burada əlbəttə modaldan sonra vergülün qoyulmağı doğrudur. Bizə lazımdır ədatdan sonra. Bircə tez ol. Bircə burada qüvvətləndirici ədatdır, amma vergülün qoymağa ehtiyac yoxdur. Axı vergül ehtiyac yoxdur. Film ki çox maraqlı idi. Məsələn, ki ədatdan düz vergül səhvdir. Cavab E variantı. Ümumiyyətlə ədat və vergül məsələsini bir arada işlənirsə, birinci təsdiq inkar ədatlarından söhbət gedir. Hə, yox, bəli, xeyr. Qutardı. Bir də təsadüfən ədat gəlib hansısa cümlənin bölgü sərhədinə düşərsə və başqa bir məqamın vergülü gəlib ədatın yanına düşərsə, görüntü olaraq düzgün ola bilər. Ədat orfoqrafiyasında vergül təsdiq inkar ədatından sonra istifadə olunur. A variantı vergül düzdür, amma ədat deyil. Modal olduğu üçün biz onu götürməliyik. Cavab E. Aydındır. Keçdik növbəti. Buyurun. 6. 4. 4 bəli. Neçəyə? 4-dən əvvəl nəsə deyildi, tam anlamadım. 3-2. 3 müəllimə, 3. Hə, Fatimə, mikrofonu təmiz aç, danış, sonra bağla, qaçma. Deməli, 3-dən nümunəyə əsasən diaqramdakı doğru fikirləri müəyyən etməyimizi istəyir. Çəltik də gətir, arpa da, buğda da əkinçi. Da burada sadalama mövqeyində olduğu üçün biz buna deyirik ki, bağlayıcıdır. Yoxsa soyaram lap dəyini, adə əkinçi. Görə ümumiyyətlə bizdən nə istəyir də buradan? Bərabər hüquqluq əsasında qurulmuş mürəkkəb cümlədir. Aha, gətir xəbər. Kim? Sən gətir. Nəyi? Arpanı, nəyi? Buğdanı. Əkinçi xitabdır. Deməli, biri verib birinci cümləyə bizdən nə istəyirdi? Burada birdən ona diqqət edək. Bizdən diaqramdakı doğru fikirlər istəyir. Fatimə. Bir, bərabər hüquqluq əsasında qurulmuş mürəkkəb cümlə deyil. Bərabər hüquqluq var. Arpanı, buğdanı, həmciz tamamlıqlar var. Çəltiyi, bərabər hüquqluq var. Amma mürəkkəb dediyi üçün bu səhvdir. Çünki bunu gətirib birinci cümləyə verib. Bir olan variantları sil Fatimə. B və Y getdi. Altına xətt çəkilmiş ifadə bağlayıcı ilə amonimdir. D burada bağlayıcı ilə amonimdir deyirsə, Amma burada bağlayıcıdır deyil, ədatla amonim kimi götürə bilərdik də. hə. Ona görə də burada elə özü bizə bağlayıcı verdiyi üçün biz 2-ni də çıxaq. 2-ni çıxanda bu nə idi burada belə? Bu dəqiq olsun. Hə, heç də mən 1 ilə 2-ni siləndə deməli 3-5 cibdə hazır. Bizə lazım 4-6, amma niyəsinə baxaq yenə də. Yalnız qrammatik əsası olan nitq hissəsi işlənmişdir. Qrammatik mənası. Yalnız qrammatik məna nə deməkdir uşaqlar? Söhbət nədən gedir? Köməkçi hissəsindən. 3-ü ortaya verib. Məsələn, burada D bağlayıcıdır. Bəli, yalnız qrammatik mənası var. Lap tutalım ki, ədatdır. Bura üçün düzgün. Deməli, 3 dəqiq həqiqətən. İndi 4 ilə 6-dır bizim cavabımızı müəyyən edən. Xəbər şəklində olan feil, yəni zamanlara görə dəyişən feil, indiki zamanda işlənmişdir. Gətir. İndi gətirir, indiki zaman 4-ü ortaya verib. Yoxsa soyaram lap dərinə adə əkinçi. Soyaram da ar, soymaq feili, ar qeyri gətir gələcək zaman. Xəbər şəklidir, amma indiki dediyinə görə bu ortaya yox. 4 ancaq buraya yazılmalıydı. 4 səhvdir. Cavabımız müvafiq olaraq 3, 5, 6. Niyə bəs 5, niyə 6-ını da yenə də baxaq. Qüvvətləndirici funksiya daşıyan köməkçi hissəsi işlənib, 5-i burada verib, yoxsa lap ola bilər. Tamamlığın ifadə vasitəsi olan söz qrammatik şəkilçi qəbul etmişdir.
Dərini, nəyi? Dərini təsirli hal qəbul edib. Bax, burada birincidə arpa, buğda qeyri-müəyyən təsirlikdir. Çəkici qəbul etməyib. Yalnız 6-da qəbul edib, onu da 2-yə verib. Demək, cavabımız 3, 5, 6. Düzgün cavab C variantıdır. Müəllim, bir şey soruşa bilərəm. Buyur, buyursun. Bərabər hüquqlu deyəndə nələr götürürük biz? Bərabər hüquq anlayışı harda tabiçisizlik əlaqəsi var, ora aiddir. Tabiçisizlik əlaqəsi. Bax, mən bunu işarə ilə göstərim sizə. Bax, bu işarə bərabər hüquqluğun işarəsidir, uşaqlar. Bu işarə də ola bilər tabisiz, mürəkkəb cümlə arasında, mürəkkəb cümlə. Bir də ola bilər həmcins üzvlər arasında, həmcins üzvlər. Yəni, həmcins üzvlərdə bərabər hüquqluq da var. Tabisiz mürəkkəb cümlədədir. Hə, bərabər hüquqdur da, yəni bir o birinin aslı deyil, tabiçilik əlaqəsi ilə bağlanıb. Burada üzvlər bağlanmış sayılır əsasən, burada da cümlələr bağlanmış sayılır. 4-ü kim demişdi? Anladım. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən etməmizi istəyir. Zehni və əyni. Zehin sözü həm hal, həm də mənsubiyyəti qəbul edəndə kökdə sahibini itirən sözdür. Ona görə mən bilmirəm, bu zehni sözü, zehni iş, necə iş sifətdirmi? Bilmirəm, zehni inkişaf etdirmək lazımdır. Nəyi? Bu təsirlik haldırmı? Yoxsa onun zehni yaxşı işləyir, mənsubiyyət olub da adlı haldırmı? 3 cür düşünə bilirəm bunu, bu dursun. Əyin yalnız mənsubiyyəti qəbul edəndə kökdə sahibini itirdiyi üçün, burada kök sahibi əyin sözündə i olmayıb düşdüyü üçün, deməli, i nədir burada? Mənsubiyyət. Deməli, nədir bu? Adlı hal. Desəydim ki, əyini işsiz saxlamaq vacibdir, təsirlik hal. Onda kökdə sahib düşməməlidir. Yalnız mənsubiyyətə düşə bilərdi. İndi getdik. Cümlədə işləndiyi bütün məqamlarda sadə sözdür, səhvdir. Bu iş bunun üçün keçərlidir. Mən burada sifəti düzəltmə leksi şəkilçinə yazdığım üçün bir səhvdir. Biri sil. Tərkibindəki şəkilçi yalnız 4 variantlı şəkilçi kimi düşünülə bilər. Bu, buna da keçərli fikirdə. Burada üçüncü şəxsi mənsubiyyət də 4 variantlıdır. Leksik olsa 4'dür, təsirlik olsa 4'dür, mənsubiyyət olsa 4'dür. 2 bura düzdür. Amma burada düz olduğu üçün 2 ortada yazılmalıydı. Deməli, yerində deyil. Deməli, səhvdir. Bunu da sildim. Tərkibindəki şəkilçi yalnız qrammatik şəkilçi kimi düşünülə bilər. Bəli, uşaqlar, mən burada bir cür düşündüm də mənsubiyyət. Ona görə 3 düzdür. Verilmiş formada yalnız adlı halda olan söz kimi bunu da yazdım. Düzdür. 3, 4, cavab hazırdır E variantı. Niyə bəs 5, 6 olmasın? Yalnız söz birləşməsi əsas tərəfi kimi işlədilə bilər. Əsas tərəf, bəli, çünki biz bu tərəfdə dedik ki, bilmirik də nədir. Tərkibindəki şəkilçi bir variantlıdır. Biz bunu 4 variantlı qeyd etdik. Ona görə olmaz cavab 3'dür. Deməli, bunun nümunələri o qədər çətin deyildir. Burada əsas məsələ sizin bunu bilməyinizdir. Bu da dayanır hansı qaydaya? İsimdə milli və alınma sözlər kökdə sahibini itirmə qaydasına. Bizə mənsub olan milli sözlər ki, deyirik, ağıl, beyin, alın, burun, ağız, çiyin, qoyun, qucaq mənasında, qarın, oğul, əyin, qayın, qohumluq əlaqələrini bildirəndə nə olurdu bunlarda? Ancaq mənsubiyyətə düşürdü. İsim, cisim, nəsil, fəsil, sinif tipli sözlərdə həm hal, həm mənsubiyyətə düşür. İstisnalar hansıydı bəs? Nağıl, taxıl, Nağıl. Bəli, nağıl, taxıl, üfüq, müdür. Bunlar isə bu qaydaya oxşuyur, bu tip sözlərə, amma qaydaya tabi olmur. Bitdi. Bu qaydadan isimdə bax belə maraqlı testlər görə bilərsiniz. Çox qəşəng də bir testdir. Sonra 5'e baxa bilərik. 5'ə baxa bilərik, əlbəttə. 5'ə baxırıq. Bağlayıcılardan biri yalnız sözün əlaqələnməsini. Kiçik testlər asan görünür, amma bəzən ən çətin testlər elə onlar olur. Şuralar, bağlayıcılardan biri sözün əlaqələnməsində. Cümlən yox, ha. Ancaq sözün. Bağlayıcının işi nədir? Ya cümləni əlaqələndirir, ya da sözü əlaqələndirir. Sözü əlaqələndirəndə deyirsən, həmcins üzvə ədətən əlaqələndirir və ya həmcins tərəfə əlaqələndirir. Cümləni əlaqələndirəndə deyirsən, mürəkkəb cümləni əlaqələndirir. İndi sənə deyir ki, cümləni yox, yalnız söz, yəni həmcinsliyə əlaqələnmə iştirak edir.
Cümlənin də bağlanmasında burada B variantı iştirak etmir. Bunu qayda olaraq yadda saxlayırsan ki, tabesizlik bağlayıcılarının ilə heç vaxt cümləni bağlaya bilmir. Ancaq həmcins üzvləri bağlayır. Ona görə də bir dəfə qəbulda belə bir test var idi ki, və bütün məqamlarda ilə bağlayıcısını əvəz edir. Ancaq ilə bağlayıcısı bütün məqamlarda və-ni əvəz edə bilmir. Bəli. Sonra. Bu nəzəri bir sualdır. Heç imtahanda belə bir nəzəri sual gələrmi? Çox aşağı ehtimaldır. 6. 6. Verilmiş nümunə əsasında uyğunluğu müəyyən edir. Məlum növ, məşğul növ, qayıdış. Aha. Uşaqlar feilin qrammatik məna növünə dair test gördünsə, bu sözümü unutmayın. Birinci işiniz məzmun olmamalıdır. Birinci işiniz növün göstəricisi olmalıdır. Növün göstəricisi. Məsələn, qarşılayanda üzə gəlib qarşılayırlar. Amma qarşı, qarşılamaq, keçmiş zamanlar kəmiyyət. Görürsün, növün göstəricisi yoxdur. Yoxdursa, bu məlum növdür. Bəli. Məzmun ikinci plandadır. İşini bitirdiyi üçün ona icazə verildi. Bitirmək məlumdur bu heç. İcazə vermək kimə, icazə verildi kimə, təsirsizə qoşulub, təsirsiz olur. Cümlədə mübtəda yoxdur, subyekt var ona, amma mübtəda yoxdur. Bərpa edə də bilmirəm. Onda bu məşğul olmur. Bu şəxssiz növ feil olur. Getdi, səhvdir bu. Qayıdış. Təsadüf edilir də şəxssizdir. Təsadüf etmək nəyə? Təsadüf edilir nəyə? Yəni təsirsiz, göstərici, mübtədası yoxdur. Bərpası da mümkün deyil. Bu da şəxssizdir. Bütün işlər təhvil verildi. Aha, təhvil vermək nəyi? Təhvil verildi, nəyə edildi? Təsirdən yanan təsirsiz oldu. Nə təhvil verilir uşaqlar? İşlər. Mübtəda var. Mübtəda var, ıl göstəricidirsə və iş kiminsə tərəfindən icra olunubsa, nə olur bu? Məşğul. Deməli, bu da səhvdir. Nə qaldı? 5 qaldı. 1-5. Niyə? Qarşılıq. Sərhədçilər xoşa gəlməz hadisələrə qarşılaşdılar. Qarşı, qarşılamaq feilindən, qarşılaşmaq feili üzə gəlib qarşılaşırlar da. Ona görə də qarşılıqdır. Cavab 1-5-dir. Deməli, burada məsələ nədir? Məzmun yox. Növün göstəricisi. Birinci qrammatik göstərici olmalıdır ki, biz ona müvafiq seçək cavab A variantı. Sonra uşaqlar. 12-yə baxa bilərik. Əvvəl 9-a baxır. Mübtədanın əlavəsi işlənmiş cümləni müəyyən edin deyir. Mübtədanın əlavəsi. Bir cümlə üzvlərinə dair test görəndə mübtəda, tamamlıq, zəflik tək başına sual verib götürməyin. O səhv ola bilər. Mütləq mübtəda hesab etdiyi nümunəni get xəbər hesab etdiyi nümunəni uzlaşdır. Əgər uzlaşma yerindəsə mübtədadır. Məsələn, Tofiq subyekti tez qamrağına gəlir ki, Tofiq mübtəda mı? Elə deyil də. Tofiqin qonaqları birazdan gələcəklər. Tofiqin yəlik, qonaqları mənsubiyyət, yəliklə mənsubiyyət birləşəndə nə olur? Söz birləşməsi. Birləşmən aslı tərəfi Tofiqdir, əsas tərəfi də qonaqlar sözüdür. Deməli, burada ismi birləşmə mübtəda vəzifəsindədir. Həmin ismi birləşmən aslı tərəfi əlavəli işlənib. Bu mübtədanın əlavəsi sayılmır. Bu, mübtədanın ifadə vasitəsi olan birləşmənin aslı tərəfinin əlavəsi sayılır. Tələb ödənmir. Getdi. Dəmirçioğlu Koroğlunun dəlillərindən bir meydana atıldı. Meydana atıldı xəbər. Kim meydana atıldı? Dəmirçioğlu. Tək başına kim sualını verib xəbərini uzlaşdıra bildiyim üçün kimdir Dəmirçioğlu? Koroğlunun dəlillərindən biri. Hamısı bir yerdə. Ona görə də cavabımız uşaqlar budur. B. Niyə o birlər olmaz? Rayona güclü yağış yağırdı. Rayona yağırdı, yoxsa rayona gedəndə yağırdı? Rayona gedəndə daha məntiqlidir. Onda bu olsun aslı tərəf, bu da olsun əsas tərəf. Feili bağlamanın zaman zərfliyini ifadə vasitəsi, feili bağlamanın aslı tərəfi əlavəli işlənib. Ona görə olmazdı. İşçilərin heç biri buna təəssüflənmədi. Təəssüflənmədi kim? İşçilərin heç biri. Niyə mən belə altına xətt çəkirəm? Bunu aslı və əsas tərəfi sizin nəzərinizdə daha da qabartmaq üçün. Əslində əlavə ilə aid olduğu üz hamısı bütünlüklə gedir. Aslı tərəf budur.
yəliyi var. İşçilərin heç biri. Əsas tərəfdə budur. Nə oldu burada? Mübtədanın ifadə vasitəsi birləşmən az tərəfə əlavəli işlənib. Ona görə olmaz. Dağlar, dərələr hər tərəf ağ örpəyə bürünmüşdü. Bu niyə görə olmadı bəs? Çünki hara sualına cavab verir axı? Orada ümumiləşdiricidir də hər Ümumiləşdirici tərəf. sözdür. Çünki burada iki dənə hara sualına cavab verib də və trenlə ayrılıbsa, biz həmçislərdən sonra bunu ümumiləşdirici götürürük. Aysa. Ona görə də cavabımız həqiqətən nə oldu? B variantı. Testdə cavabı seçirik, mütləq digərinin niyə olmasına baxmaq lazımdır. Sonra uşaqlar, 10. İsmail, İsmail, buradasan. A variantı niyə olmadı bu 9-cu sualda? İkinci topinin qonaqlar söz birləşməsi idi. Cavab elə bey. Mən Y yazmışdım. Yaxşı oldu. Sonra 10. Onda deyir ki, cümlədə fərqləndirilmiş sözlər əsasında diaqramdakı yanlış fikirləri müəyyənləşdirin. Bu, o idi və indi qarlı meşədə yol gedirdi. Yanlış istəyir, səhv istəyir. Gedirdi. Nə sualına cavab verir? Bu nə? O idi. Nə idi? Kim idi? Də deyə bilərəm də. Nə yox? Tam buya verib onu. Bu, o idi. O kim idi? O nə idi? Bu da şəxsi nəzərdə tutur da. Bu, o idi deyəndə, yəni bu odur. İdini dır kimi düşün, birləşdir xəbərə. Xəbər vasitəsilə mübtədəyə sual ver, odur. Kim odur? Bu odur. Mən burada bu mübtədanı əvəz edib, subyekti əvəz etdiyi üçün nə yox, kim sualını versəm daha dəqiq olar. Deməli, bu səhvdir. Burada kim olmalı idi? Bir səhvdir. İşarə əvəzliyidir. Bu, bütün məqamlarda işarə əvəzliyidir. O, ismi sualına cavab verəndə işarə əvəzliyidir. Sifətli sualına cavab verəndə, daha doğrusu ismi sualına cavab verəndə şəxsi əvəzliyidir. Sifətli sualına cavab verəndə işarə əvəzliyidir. Amma bu, bütün məqamlarda ismi də sifəti də əvəz etsə, nə olur? İşarə əvəzliyi olur. Yəni, bu, bütün məqamlar üçün doğrudur. Hallana bilir. Hallana bilir. Buna, bunda, bundan, onu, ona düzgündür. Gəlin, 2-3 çıxaq variantlardan. Cavabımız hazırdır. 1, 4, 5. Niyə? Mənsubiyyətə görə dəyişir. Bu dəyişmir. Ona görə səhvdir. Cümlədə mübtəda vəzifəsindədir. Bu mübtəda vəzifəsində idi. O yox. Bunu görürsünüz, o'ya verib. Ona görə də bəli. 1, 4, 5 səhvdir. Şəxs əvəzliyi fikri doğrudur. O idi. Kim idi? İsmi sualına cavab verir axı. Aydındır uşaqlar, cavabımız C variantıdır. Necə sual verdik? O idi. Ümumiyyətlə, ididə siz problem yaşamamaq üçün sintaktik təhlil edəndə istəyirsiniz onu dır kimi düşünün, birləşdirin sözə. Odur. Kimdir? Kim odur? Bu odur. Yəni, təhlil belə edirik. Sonra? 12. 12 müəllimə məndə də var. Sualda heç nə problem var deyirsiniz. Bu işarə başa düşülür. Bu zəfliyin işarəsidir. Biraz texniki baxımdan qəşəng işarə qoyulmasa da. B-ilə deyirəm D-də. Bu da zəfliyin işarəsidir uşaqlar. Ola bilər, bu da zəfli. Bəlkə ondan bağlı problem yaşamışsınız. Gəlin, baxaq görək nə deyil burada. Yəni, bunlar zəflikdir, ha. Onun qorxusundan meşəyə heç kəs gəlmirdi. Getmirdi. Nə edirdi? Getmirdi xəbər. Kim getmirdi? Heç kəs getmirdi. Heç kəs hara getmirdi? Meşəyə, məkanda. Yer zərfliyi. Nədən deyə bilmərəm axı? Nədən? Nə səbəbə? Zərflik olur. Səbəb zərfliyi. Səbəb zərfliyi, yer zərfliyi, mübtəda xəbər, müvafiq olaraq cavabımız B variantıdır. Zərflik, mübtəda xəbər. Problemlarda işarəni seçə bilməmişdiniz. Mən işarəmə seçəmədim. İşarə müəllimə, mübtəda kimi götürmüş. Hə, əsas təhlil düz eləmişsiniz. Bəli. Bəli. Eybi yox. Bu mənim xətam olsun ki, işarəni yaxşı qeyd etməmişəm. Sonra. Burada meşəni seyr edirdi olsaydı, meşəni yenə zərfli olacaqdı.
Meşəni olanda tamamlıq Tamamlıq. olacaq. Tamamlıq olur. Yox, onun qorxusundan sözün deyirsən də, yəqin ki, birləşməni deyirsən, Ləman. Onun qorxusundan birləşməsi yenə Yox, zərfli olacaq. ümumiyyətlə bu cümləyə demirəm. İndi burada məsələn də yönlük haldadır, amma o formada olsaydı, bir dənə ayrı test də qabağıma çıxdı, ona görə soruşmaq Meşəyə istədim. deyirəm Əli. Onu Meşə qorxsan. sözünü. Ləman, nümunə daha dəqiq desən, biz sənin nə dediyinə uyğun dəqiq cavab verərdik. Meşəni sözünü deyim, meşəni. Meşəni Tamamlıq olacaq. dəyişirsən. Meşəni seyr edirdi. Yo, təsirli kal haranın sualına cavab verir, tamamlıqdır. Oldu, sağ ol. Çünki təsirli kal kimi, nəyi, haranı tamamlıq olur. Yönlük, yerli, çıxışlı hal, məkan məzmunu bildirəndə yer zərfliyi, yəni haraya, harada, harada, yer zərfliyidir. Amma kimə, nəyə, kimdə, nədə, kimdən, nədən olanda tamamlıqdır. Təsirli halda bunun fərqi yoxdur. Kimi, nəyi, haranı, üçdə tamamlıqdır. Bəli, oldu, sağ ol. Sonra uşaqlar. 18. Bir de 13. 13-də deyir cümlədəki mübtədanın ifadə vasitəsini müəyyən edin. Elə o qardaş deyilmi mənim başıma bu işləri gətirən? Mənim başıma bu işləri gətirən. İnversiya var cümlədə. Gəl onu düzəldək. Mənim başıma bu işləri gətirən elə o qardaş deyilmi? Deyillə idi, tək başına dediyi xəbər olmur. Yanındakı sözlə birləşir. Qardaş deyilmi xəbər? Kim qardaş deyil? Gəlin bunu rahat edeyim sizin üçün inşallah. Mən bayaq idi ilə bağlı nə dedim? Dedim bunu təhlildə lapdır kimi düşün. Deyili də düşünə bilərsiniz. Deyillə idini sintaktik təhlildə ancaq başqa məqam yox. Dır kimi yanına sözə birləşdirin ki, təhliliniz rahat getsin. Onda sual vermək daha rahatdır. Məsəl üçün qardaşdır. Kimdir? Qardaşdır xəbər. Kim qardaşdır? Mənim başıma bu işləri gətirən. Nə olur? Nə olur? Feil sifət tərkib olur. Rahat gedir. Hansı qardaşdır? O qardaşdır. Bu təyin olur. Bir də deyirəm, sintaktik təhlil üçün buna icazə vermək olar ki, deyillə idini yandakı sözə birləşdir, dır kimi, çəkici kimi düşün, ondan sonra yandakı sözlə bir də xəbər olur da. Dır şəklində olanda daha rahat təhlil gedir. Qardaşdır. Kim qardaşdır? Mənim başıma bu işləri gətirən qardaşdır. Məhəmməd də yazmışam, səhv çıxıb. Yox, feili sifət demədim axı mən sizə. Mənim başıma bu işləri gətirən Birləşmədi. bir yerdə feili sifət tərkibdir. Burada feili sifət tərkib yoxsa feili birləşmə var. Eyni şeydir də. Feili sifət morfoloji vahiddir. Feili sifət tərkib sintaktik vahiddir. Sintaktik vahid olaraq feili sifət tərkib sözü yazmasa, feili birləşmə yazsa eyni şeydir, eyni fikirdir, götürə bilərsiniz. Məsdər tərkib yazsa, və yaxud məsdər tərkib yazmayıb, feili birləşmə yazsa, eyni şeydir. Feili bağlama tərkib yazmayıb, feili birləşmə yazsa, eyni şeydir. Amma feili sifət tərkibin əvəzinə feili sifəti götürmək, o yanlışdır. Biri morfoloji, biri sintaktik vahiddir. Mən 11-ə də baxında. Hansı nümunə tabiiz mürəkkəb cümlə deyil? Tirdim. Dizləri qatlandı, yeri oturdu. Nə etdi? Qatlandı xəbər. Nə qatlandı? Onun dizləri. İsim birləşmə əsas tərəfi burada müstəqil mübtəda xəbər kimi götürdü. Oturdu xəbər. Kim oturdu? O oturdu. Mübtədanı o kimi düşünə bilərəm. Olsun, fikrən bərpa etdiyi mübtədadır. Bu tabiiz mürəkkəb cümlədir. Tərəfə bəyanı artıra bilirsən. Acığı tutmaq frazeolojidir. Acığı tutdu xəbər. Özünü ələ almaqda çətinlik çəkdi. Çətinlik çəkdi kim? O. Acığı tutdu. Bu acığı tutdu frazeolojidir. Bu tərəf şəxsi cümlədir. Yenə də tabiiz mürəkkəbdir. Bu tip təhlillərdə çaşmayın. Bir tərəf şəxsi cümlə ola bilər. Sinan, düz yazmısan bu testi. Baxırız dərsə... Orada cavab C-dir. Sadə cümlə olduğuna görə. Hələ ora düşməmişəm. Burada sənin nəzərinə nəyə çatdırmaq istəyirəm? Keçən dərs biz səninlə bax bunun müzakirəsini apardıq. Sən biraz çaşırdın burada. Frazeolojidirsə, tək başına xəbərdir və tək başına xəbərdirsə, elə bir cümlənin bölgüsü buradadır. Bu tərəf şəxsi cümlədir. Digər tərəf mübtədasını bərpa edə bildiyim üçün müəyyən şəxsi cümlədir. Yəni, nəticədə iki cümlə var və şəxsizlə müəyyən mürəkkəb cümlənin tərəfini təşkil edir. Nigar,
Yenə də tabeysizdir. Nə yaşlı qadınlar, nə uşaqlar yada düşdü. Yada düşdü kimlər? Uşaqlar, qadınlar, hansı yaşlı? Həmciz mübtədalar var. Bir dənə xəbər var. Bu sadə cümlədir. Cavab C-dir. Bizdə şeir də var. Var nə? Şeir. Sənət də var. Var nə? Sənədir. Sənəd yox, sənət olmalıydı. Nəsə, nəticədə yenə ki, qrammatik əsasla mürəkkəb cümlədir. Beləliklə, zaman ötür. Ötür nə? Zaman. Bir qrammatik əsas. Bir-birini əvəz edir nə? Nəsillər. Bu da ikinci qrammatik əsasdır. Mürəkkəb cümlədir. Cavab C-dir. Sadəcə. Zaman ötürü bir yerdə götürmürük. Yox, Frazeoloji birləşmə deyil ki. yox, frazeoloji deyil. Nə ötür? Zaman ötür. Sonra sual verə bilirəm çünki. 18. 14. Tabeçilik əlaqəsinin yalnız cümlə arasında olduğu nümunəni müəyyən edin. Mən nəyə baxmalıyam? Nə axtarmalıyam burada? Kim deyər? Tabeli olmasına tabeç mürəkkəb cümlə axtarır. Bəli, çünki tabeçilik əlaqəsi bayaq qeyd etdim ki, ya cümlə arasında, ya tabesiz həmcinslər arasındadır. Mənə də burada yalnız cümlə deyirsə, Nigar, deməli mən tabeç mürəkkəb cümləni axtarmalıyam. Sağını gördüm, oxumuram, çünki bu tabelidir. Çiçəklər solmuş, ağaclar sınmış, bağçada daş kəsək təpələnmişdir. Bəli, cavab budur. Solmuşdu nə? Çiçəklər, bir qrammatik əsas. Sınmışdı nə? Ağaclar, ikinci qrammatik əsas. Təpələnmişdi nə? Daş kəsək, üç qrammatik əsası olan sadə cümlələr olduğu üçün bütünlüklə olur mürəkkəb. Niyə o birləri olmaz? Musa, Məhəmməd gələndə heç kim danışma. Danışmadı kim? Heç kim. Dinmədi xəbər. Kim? Heç kim. Burada bu C variantı görüntüdə subyekt 2 dənədir. Amma xəbər də 2 dənə olsa da, 2 xəbərin ikisi də gəlib eyni mübtədada dayandığı üçün həmcins xəbərli sadə cümlədir. Zaman zərfinin ifadə vasitəsi olan feili bağlama tərkibin aslı tərəfində həmcinslik var. Musa Məhəmməd subyektdir, amma mübtəda deyil. Qarışdırın. Niyə bəs D olmazdı? Oxudum, unutdum. Mən oxudum, mən unutdum. Həmcins xəbərli sadə. 3 ay olardı ki, heç bunu oxumuram ki, varsa tabeli mürəkkəb cümlədir, getdi. A kimi, Y də birbaşa. Mən C variantına bir də baxa bilərik. Musa, Məhəmməd gələndə, bax, nə zaman? Heç kim orada 2 dənə daxı. Özümüzdən qurmuruq ki, vardı. Danışmadı xəbər kim? Heç kim. Dinmədi xəbər. Hə, mən bunu görmədim ki, heç kim. Belə olanda bir söz 2 dəfə yazında ayrı gedir. Onda biz niyə görə olmayacaq C? Burada tabesi əlaqəsi həm cümlə, həm də bu tərəfdə var. Birləşmən as tərəfində var. Tabeç bağlayıcı. Bəli, bəli. Əslində heç mən ona diqqət eləməmişdim. Afərin sənə. İndi sualı belə qoymayıb. Başqa cür qoysaydı, mürəkkəb cümlə baxımından danışmadı heç kim, dinmədi kim, heç kim. Bu mürəkkəb cümlədir. Təkrarlansa da bu mürəkkəbdir. Mən amma sadə dedim. Bunu diqqət eləmədim. Üzürlü sayın. Düz dedin, afərin. Deməli, nə oldu bu? Mürəkkəb. Niyə bəs bunu götürmədim? Çünki burada həm cümlə üzvünə görə tabesizlik var, həm də birləşmənin aslı tərəfinə görə həmcinslik var. Bizə nədir? Yalnız cümlə arasında, ona görə cavab B-dir. Nigar, aydındır? Bəli. Sonra inşallah. 18. Xitab işlənmiş hansı cümlədə düzəltmə feil işlənmişdir? İki işimiz var. Düzəltmə feili tapmalısan və xitabı tapmalısan. Diqqətli ol. Birini seçib, birini seçmirsən yarım qalar. Bir mən deyiləm ki, hüsnünə heyran, şöhrətin yayılıb hər yana, ay ceyran. Xitabı müəyyən edəndə çətinlik çəksək, çağırış nidalarını artıra bilərsiniz. Ay ceyran, heç. O zaman ceyran xitabdır. Xitab. Burada var. Görək indi düzəltmə feil varmı? Yaymaqdan yayılmaq. Bəli, cavab A-dır. Mən başa düşdüm, orada deyil, görməmişdim. Asan sualdır. Bəli, məncə də. Sonra. Iyirmi 20. Rəqam necə işlədin? OTK asan hesabı, Azərbaycan dilində isə elə baxsam.
Həqan, buradasan? Burada deyil. Gəldi özün göstərdi, bax çıxdı. Fikir yazdı, sonra da onlar hərfi yazır orada. Bu 20-ci sualı Fatimə izah edə bilərsən? Mən bu keçində sizə izah elədim çünki. 20-ci sualda tünd qara. Bəli. Mənim 21-ə baxmırdı. 20-ni kim demişdi? Müəllimən dedi. Burada müəllimə hərfi yazıdı da birinci. Yox, fikridir. Orada pitka. Yaz- Tünd qara hərfinə işarələnmişdir. Fikir olur ona görə. Mən F bərabərdir ma. Fikir yazdı. O qalanlar da hərfi yazılmalı deyil. Newton hərəkət qanunu Uşaqlar, yazır. deməli, Qaradır. diaqramlar və sxemlərdə istifadə olunan hərflər müəyyən bir ideya, fikrə xidmət etdiyi üçün bu hissə olur onun ideoqrafik tərəfi, yəni fikri yazı. Bizə də sadəcə bunun bu hissəsini soruşur. Şərtə bax, diqqətli ol. Verilmiş nümunədə yazın hansı növündən istifadə edilmişdir? Verilmiş nümunə yazın hansı növü və növləri istifadə etmişdir? Mən indi görürəm, yəni başa düşdüm. Bilirdim fikir yazdı. Evrimin sonuçta hərfi yazdı. Müəllimə Elə F diqqət. bərabərdir MA-nı nəzərdə tutur da. Bəli, bəli. Tün desədi ki, verilmiş cümlə ümumiyyətlə hansı yazıdan istifadə olunub, bax buraya görə ideoqrafi, bu tərəfə görə hərfi deyəcəydiniz. Amma tün qara hərfi birbaşa vurğuladığı üçün sadəcə fikri yazın. Sadəcə fikri. Sonra 21. 21. Mən buna Google-da baxdım, cavab B deyəm məncə. Miskin kəfkir. Niyə olmuş? miskin Yunandır, kəfkir Yunandır. Mən baxanda ki, inan idi. Kəfkir. Sən Google-da niyə baxırsan ki? Google biraz səhv ola bilər. Nədə baxdınız Google-da? Mən kəfkir 2 ilə yazdım, bir də G ilə yazdım. G ilə olan çıxdı. Uşaqlar, Google-da səhv ola bilər. Külüng Yunandır, işgəncə də işgəncədir də. Mənim külünc deyildi zaman. Elə söz var mənim külünk. Nə deməkdir şu? Külüng vurur Koroğlu. Gülünç vurmaq da. Mən belə sual düşmə ehtimal vardı. Mən kəfkir cığından baxar. Mən deyirəm ki, kəfkir G ilə. Şeydir, orfoqrafiyada baxdım G ilə. Miskin Yunandır. Külüng daş çıxarmaq uşaqlar, yer qazmaq üçün istifadə olunan bir ucu sivri, digər ucu enli olan alətdir. Külüng vurmaq, yəni yer qazanda müəyyən bir güc tətbiq edib oradan daş çıxarmaq. Düşə bilər, əlbəttə düşə bilər. Mən külünk G ilə oldu. Yunandır. Hə. İşgəncə də Yunandır, külüng də Yunandır. Kəfkir Yunandır, miskin Yunandır. Ta ki 2007-dən bu yana ən çox istifadə olunan bu eyni tip suallardır. Eyni hərflər, Q-lar mı yazılır, G-lar mı yazılır, Ü mü yazılır, İ mi yazılır. Toplunun orfoqrafiyasını yaxşı işləsəz, orada nümunələr çoxdur buna dair. 3 fonetika sualınız var. Onu da inanın ki, uşaqlar 90% topludan, yəni əsasında tərtib olunub sizə təqdim olunacaq. 24. 24-cü sualda məsələ budur ki, yenə bir istisnaya dayanan bir qaydadır. Biz demişik ki, qoşa y sözün kökündə olanda dəyişmir. İyyat, İyə şəkilçilərin tərkibində olanda uşaqlar dəyişir. Belə bir qayda demişik. Bəli, səyyar, qəyyum sözlərinə nümunə çəkmişik. Hətta 2024-cü ilin buraxılış imtahan nümunəsində də sırf həmən nümunədən istifadə olunub. Amma bu testdə indi biz əhəmiyyət deyəndə düz olur. Əhəmiyyət, məsəl üçün, o buna əhəmiyyət vermir. Əhəmiyyət vermir. Bir yana daha mənfidir. Ona görə də bu deyilən qayda əsasən keçərlidir. Hər zaman üçün keçərli deyil. Sən özün müəyyən etməlisən ki, burada y düşür, düşmür.
Y düşəcək burada, əhəmiyyət, bir y-la. Yəqin ki, salmamısınız qaydaya müvafiq, ona görə cavabınız uyğun gəlməyib. Düzdür? Mən bir Problem- yılan eləmişdim. Mən yenə də səhv çıxıb. Mən 1-5 yazmışam, 1-3 gəlib. Aha, onda sən əsas işi görmüsən. Əhəmiyyət deyəndə bir yerdə düşürsə, deyir fərqlənmir, fərqlənir, bir bəli. Bir nə yazmışdın? 1-5-i götürmüşdüm. 5 sait və samit sayı bərabərdir. Doğru fikir. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. Bərabər deyil də, fərqlidir. Bizə də yanlış istəyir. Mən deyişə görə baxmırdıq. Bir yıl düşürsə 4-dən olur. Hə, mən də ona görə baxmışam. Ona görə Bəli, elə bəli, yazmışdım. bəli, tələffüzə görə baxırıq. Deməli, bu mənim diqqətdə. 1, 2, 3, 4 samit var. 1, 2, 3, 4-də sait var. Deməli, bərabərdir fikri doğrudur. Bu fikir doğrudur. Bizdən də yanlışı istəyir. Yanlış. Bəs 3? Bütün saitlər incə, İyi açıq, qapalıdır axı. i qapalıdır axı. I qapalı. Mən bildim mən onu İkiyə baxa düşünməmişdim. bilərik, müəllim, iki. Əslində, Qarşılığı olmayan bir nəfər. olmayan iki samit işlənmişdi. H və y, h və m. H-nın cingitli qarşılığı yoxdur kar olaraq, m-nın kar qarşılığı yoxdur cingitli olaraq. Düz. Mən bir y-də var axı orada. Y-2 var idi, hə. Müəllim, hı niyə hello ki müəllim? Bu deyil qarşılığı olmayan deyil. Qarşılığı var axı. Nə var? Hının qarşılığı deyil. Yox, yox, yox. V-f-dir. V-f-dir. Ay Sinan, bir həftə imtahana qalmış belə. Yox, müəllim, x ilə qatışdırdım. Hətta bir həftə qalmış belə şeylər eləmir. Belə qarşılıq çıxarmayın. L-m-nır sonurdu, bunların cingitilidir. Son kar qarşılığı yoxdur. H da kardır, cingitili qarşılığı yoxdur. Qutardı. Burada bir dənə məsələ budur ki, sən qaydanı mı götürməlisən, yoxsa özünə güvənib əhəmiyyət bir yuna yazılır da, mən belə tələffüzü düz bilirəm deyib getməlisən. Çox təəssüf ki, burada uşaqlar konkret bunu əzbərləyin deyə bilmirəm sizə. Əsasən qaydasını bildiririk. Vəziyyət məsəl üçün, orada da bir yunla tələffüz olunur. Əhəmiyyət məsəl, bunlarda bir yunla tələffüz gedir. Amma çox çətin sözlər deyil də, tələffüzü müəyyən etmək rahat olur. Yaxşı olar ki, kökündə qoşa yazılıb düşməyən samit sözlərini, qoşa yığını, səyyad, səyyar, qəyyum, onları nümunə olaraq baxasınız. Digərlərin tələffüzü, bu tip nümunələri müəyyən etmək olur. Sonra Müəllimə, zənbil n ilandı, yoxsa m ilə? zənbil n ilandır. Yazılanda n ilə yazılır. O yazım söz bəzən tələffüz çaşdıra bilir. Zənbil yazılır, tələffüzdə zənbil kimi deyilir. N-dan sonra b, m samiti gələndə n-m kimi tələffüz olunur. Ona görə də pambıq, zənbil, zanbaq, n kimi yazılır. Tələffüzdə m-yə keçir. Aydın. 25. Amonim sözləri müəyyən etdiyi nigar nəyə götürməmişdim? Qat, qatmaq, lay mənasında qat amonimdir. Çən, duman, çən, bir də var ki, bak, çən. Çən su ilə doludur. Bir də dağın başını duman, çən alıb deyirəm. Baş çox mənalıdır, çiyin tək mənalıdır. Zər, biri var ki, nərddə zər atır. Bir də var ki, zər, zərli paltar. Zər alıb otağı bəzədik bayramda, deyirik ha. Ona görə də 1-2-5. 27-yə baxaq da mən. Uşaqlar, söz sırası pozulub, mübtəda ilə xəbər arasında uzlaşma pozulub, şəkilçi ardıcılığı pozulub. Deməli, dəlilər tutu quşu kimi doluşdular zəmiyə. Doluşdular görürsən, burada dəlilər tutu quşu kimi. Söz sırası. Doluşdular burada olmalıqda inversiyası var. İnversiya olduğu üçün söz sırası pozulub, yazaq bura. Uşaqların hamısı gəldilər deməli, ismi birləşmənin demişik ki, aslı tərəfində cəm ola bilər. Əsas tərəfi tək olduğu üçün xəbər ona müvafiq tək olmalıdır. Bu təkdirsə, bu da tək olmalı. Uzlaşma pozulub.
Uzlaşmanı yazdıq bura. Xocalı belə uzun sürən səssizlik görməmişdi. Xocalı, yəni Xocalının insanlar deməkdir, metonimiyada istifadə olunub. Amma burada Metonim. başqa bir problem yoxdur. Bizə lazım olan tələb ödəndir. Dostlarımız bu yenilikləri artıq duymuşlardı, yox. Duymuşdular. Şəkilçilərin ardıcıllığı pozulub. Deyini buraya yazdıq. O sərt adamdır. Ola bilər. Məcaziliyin olması səni çaşdırmamalıdır. Cavab A, B-dir ardıcıllığı. Mən o iki başa düşməmişdim, o da başa düşdüm. Şəkilçidən ardıcıllıq pozdu. Başa düşdüm onu. Duymuşdular. Evet. Belə, ana dilinə başqa sözü sualı qalan. Yoxdur müəllimə. Getdik ədəbiyyata. Mənim ədəbiyyatda 4 var. Səməd Oğuzun Vaqif dramında iştirak edən obrazlarla bağlı cədvəldə doğru fikirləri müəyyən edin. Doğru. İbrahim xan Ağa Məhəmməd Şah Qacar əsas surətlərdən birinin həbs olunması qərarını verir. Əsas surətlərdən birinin həbs olunmasını təbii ki, İbrahim xan Eldarın məclisdə olmasına narahat olduğu üçün elə bir qərar verir. Ağa Məhəmməd Şah Ortaq olmalı. Qacar da, bəli, Vaqif haqqında elə bir qərar verir. Deməli, bir ortada yazılmalıydı, amma birinə aid edilib. Bir səhvdir. Bizə doğru lazım olduğu üçün biz biri silək. Qonşu dövlətlərin təzyiqindən İbrahim xan narahatdır. Buna görə də Vaqifi yanına çağırır. Vaqif onu məzəmmət edir ki, sən günahkarsan, xalqla öz aranda soyuqluq yaratdığın üçün. Hətta Qacarı həmin söhbətdən sonra Vaqif cavab yazır. Qacar bundan hiddətlənir. Deməli, uşaqlar 2 doğrudur və yerindədir. Düşmən ölkənin adamından bələdçilik tələb edir. Ola bilər. Düşmən ölkənin adamından bələdçilik tələb edir. Söhbət kimdən gedir? Şeyxdən. Şeyxdən gedir. Satqın çünki şeyx idi. Bəli, Aysel. Düzdür. Azərbaycana ayağı çarıqlı kiçik bir ölkə adlanır. Vəziri Bunu vəzir deyir də. Bəli, ayağı çarıqlı bir ölkə. Füzulilər yetişdirir, nizamilər yetişdirir, bəlkə deyirsin, səhvdir bu. Şəxsi keyfiyyətlərin özünə qarşı nifrət yaradır. Düzdür də bu ikisi üçün də. Biz ikisini də müsbət qəbul etmirik, mənfi qəbul edirik. Ona görə 2, 3, 5 cavab D variantı. Sonra uşaqlar, Birə baxaq da. Bəxtiyar Vahabzadənin İstiqlal poemasına aid doğru fikri müəyyən edin. Bədmi ruhdadır, kədərli sonluqla bitir. Çıxın ruhdadır. Bəli, bəli, ona görə səhvdir bu. Sujetin bütün mərhələləri, sujet xətti yoxdur axı, bu çünki epik poema deyil, Nigar. Cənub məsələsinin burada ümumiyyətlə əlaqəsi yoxdur. Xalqın varlığı dilin varlığı ilə əlaqələndirilir, təhkiyə yer verilməmişdir. Çünki lirik poemadır, epik sujeti olan poema deyil. 4-5, Y variantı. Müəllimə 5-ə baxaq da. İskəndərnamə əsəri ilə bağlı verilmiş fikirlərdən biri doğrudur. İskəndər düşməni Daranı öldürən sərkərdələr yüksək qiymətləndirir. Xeyr. İskəndər əksinə özü cəzalandırır. Çünki satqın həmişə satqındır deyir. İskəndər xeyirxah əməlli ad qazanan qüsursuz ədalətli hökmdar. Xeyr, İskəndər ad qazana bilər, amma Nizami onu ideal təsvir etmir. Qüsurları ilə verir. Hətta biz əlavə haşiyə çıxaraq deyirdik ki, İqbalnamə hissəsində İskəndər və alimlərlə söhbət məsələsində İskəndər alimi təpikləyib yuxudan oyadır. Yəni, burada onun təkəbbür, özünün böyüklüyündən doğan təkəbbürünü görürük. İdeal deyil, qüsursuz deyil. İskəndərə ilk nəsihətnamə yazan alim kimi elə onun öz vəziri Ərastu göstərilir. Düzdür. Ümumiyyətlə, səfərə çıxanda ona məktublar, nəsihətnamələr yazılır. Ərastu, Sokrat, Əflatun. Düzdür. İskəndərin Zənci ordusunun say çoxluğundan ehtiyat etməsi onun qorxaqlığı kimi elə bir şey yoxdur. Nüşabə öz ağlı, bacarığı, fərasəti ilə İskəndəri məğlub edən türk qızı kimi təqdim olunur. Məğlub eləmədi də.
25. Dərs verir, amma bir döyüşdə məğlubiyyət məsələsi yoxdur. Dərs verir. Aydındır Fatimə? Cavab C variantı olur. Düzgün cavab. Ümumiyyətlə İskəndərnamədə o hamısında qalib gəlir də. Bəli, İskəndər demək olar hamısında qalib gəlir. 14. 10 var məndə. Xətainin Dəhnamə poeması ilə bağlı doğru fikri müəyyənləşdirməmizi istəyir. Rəmzi obrazlarla yanaşı, yəni Səba Avxuş gözyaşı ilə bərabər deyir ki, real insan bağban, həmçinin mifik, realda həm də aşiq var, mifik də pəri. Düzdür də bu. Elə budur. Niyə o birilər səhvdir? Məktubların bir qismi aşiq, bir qismi məşuqə tərəfindən ya məşuqə məktub yazmır. İdeyası məhəbbət mövzusu səbr dayı sayəsində məqsəd çatmaqdır. Mövzunu edən yəni səhv verib. Aysə o, mövzunu ideyan yeri səhv verilib. İdeyası məqsədə çatmaq, mövzusu məhəbbət. Məşuqə olsun İsa Peyğəmbərin ölüləri dirildən nəfəsinə bənzədir. Burada elə bir şey yoxdur. Faciəvi sonluqla bitmir. Əsərdə onlar qovuşub, halallaşıb ayrılırlar. Demişik, bu ayrılma da Sufi ədəbiyyatının növbəti mərhələyə keçiddir. Ona görə əsər nikbin sonluqladır. Aydındır, Fatimə, cavabımız A variantı düzgündür. Ləman 14 dedi. Yo, 25 demişdim. 25, 14 kimsə demişdi, elə bildim. 28. Var 25-ə qədər uşaqlar. Mən 18-ə baxda. 14. 25-in cavabında deyəsən səhvlik var. Mənim bir dənəsini seçib, amma 5 dənədən idi. Hə, məndə də 25-də də. Məndə də. 14-ə baxırıq. Bəli, məndə var mənim. Yaxşı. Nurəddinin daha doğrusu Süleyman Sani'nin Nurəddin hekayəsində verilmiş hadisələrin düzgün ardıcı Bir dənə neçə baxsaq bəs eləyir. Mən C yazmışam, E gəlib. Nurəddin hamının onu ölmüş bilməsindən xəbər tutur. Nurəddinin Bahar edadi gəldi. məktəbini bitirməsi münasibəti ilə ziyafət təşkil olunur. Birincidə bahar Ziyafət gəlir. ən sondadır. Ən sonda ziyafət olmalıdır. Mənim ziyafət təşkil olunanda sonra Bahar gəlir. Bahar deyir ki, hamı səni ölmüş bilirdi. Ona görə mən 3-1 yazmışdım. Bahar orada artıq oradaydı. Hətta Gülpəri gələn təəccüblənirdi. Ziyafət ən sonda olmalıdır. Bu sujetdə problem varsa yaxşı olar ki, bir dənə sən özün buna nəzər salasan ki, özünün yaddaşında dursun. Bu şifahi bunu desək, sonra Hə, yenə baxacam təzədən. mütləq bir dənə özün nəzər sal. Neçəyə baxaq? 23. 25. Mən bir şey deyəcəm. Mən cənnətəndə bağçaya bağban təyin edən kim idi ki? Yoxsa elə o bir Götürür Nurəddin, çünki o mənfi deyildi də, sonra ona da sahib çıxır. 4-ə baxsaz kifayətdir. Sahibənin əkinçi şeiri ilə bağlı yanlış fikirləri müəyyən edin. Mülkədar sürdüyü həyat tərzindən təvəzzökarcasına söz açır. Bu təvəzzökar fikri düz deyil axı. Əgər belə versəydi, düz olardı. Səhvdir bu. Təvəzzökarlıq yaxşı bir şeydir. Təvəzzökarlıq deyir, yel arasında ağac bar verəndə başını aşağı əyər. Bildim mənim. Hə, təvəzzökarlıq yaxşı bir şeydir. Yaxşı bir şeydir. Çox olanda da yaxşı olmur. Normal qaydasında olmur, yaxşıdır. Deyiriz 25-də cavab az götürülüb. Sadəcə bir gəlib. Bir dənə bir götürürüm, mən Bəli, 2 20. qaldım. Bir dəqiqə, mən bir dəqiqə şablonu indi çıxardım tələbənin meyarından, ədəbiyyatın şablonunu. Da ki, ola bilər diqqətimdən nəsə yayındırmışam. Əvvəlcə bir dənə ona tez baxım deyəcəm sizə. Bir dənə cavab əslində biz elə də görmürük. Məncə 1-4-dür. Üçüncü sualda 25. Cavidin ana piyesi ilə bağlı doğru fikirləri müəyyənləşdirməyimizi istəyir bizdən. 25. 1-4 uşaqlar. 1-4. Hə. Müəllimə, axı burada ölüm xəbərini çatdırmır, yaralanma xəbərini çatdırır. Sonra ondan sonra ölür axı Qanpolat. Ölümün olsa Səlma görür. Uşaqlar 25-75 deyil. Bir dəqiqə mən düz baxmadım bəlkə. Bir dəqiqə. 85. 85 deyil, 25-i səhv baxdım. Hə. 1-dir, 1 uşaqlar. Hə, Cavidin ana piyesi. 1-dir, sadəcə 1. 1. Mən getdim o birisinə baxdım deyəsən.
Nəyə baxdım bəs mən? 1-4-dür. 1-4-76 ya. Hə, onlar açıq formada qeyd edirlər. Hüseyn Caviddə 1 verir. Baxaq, ümumiyyət testə baxaq, cavab dabağı doğrunu müəyyənləşdir. Baxaq, niyə olmazlara. Səlim və İsmət obrazlarını birləşdirən cəhət onların intiqam istəmələridir. Ola bilərdi. Məhəbbətin ön plana çəkildiyi əsl Yusif Peyğəmbərə bənzədilmə var. Məhəbbətin ön planda olduğu Yusifə bənzətmə var. Yusif kimi deyir, həbsdədir. Hətta bu motivi biz tez-tez təkrarlayırdı ki, başqa Yusifə bənzətmə harda var deyirdik. Şəhriyarda Heydər babanı, qoca Yaqub özünü itmiş Yusifə bənzədirdi. Burada məhəbbətin ön planda olma fikrinə görə yanlışdır. Səlma ana Qanpoladın son istəklərini yerinə yetirə bilmir. Bilir. Çünki istəyir deyir ki, mən öldürdüm, qisasımı aldım da, siz bunu etməyin, yerinə yetirir. Səlma anaya oğlunun gəlmə müjdəsini və ölüm xəbərini eyni obraz çatdırır. Ölümü gəlir görürüz uşaqlar. Gəlməsini çatdırır İsmətə, Səlim çatdırır, İsmətin qardaşı çatdırır, ona görə səhvdir. Yaşadıkları heç bir halda Səlma anadan mənəvi böhran yaratmır. Yaradır, əlbəttə ki, yaradır. Sonda belə ananın fəryadı mənəvi böhranın göstəricisidir uşaqlar. D variantında ölüm xəbərini öldü oğlun deyib xəbər etmir ki, ana gedir özü görür. Müəllimə, gəlmə müjdəsini İsmət verir Səlmanı, yoxsa? Səlim hətta gəlmə müjdəsinə görə də gümüş kəmər hədiyyə eləyir. Yəni 18-ə baxa bilərik. Uşaqlar, gəlin dəqiq deyək bu məsələni. Səlma anaya oğlunun gəlmə müjdəsini və Muradın Qanpoladı yaralamasını Səlim deyir. Amma ölümü axı ana özü gedir oğlunun yanına. Ona görə burada ölüm məsələsinə görə səhvdir bu nümunədə. Sonra başqa 8 var mı? 24-də birə baxa bilərik. Düratın itməyi qolu ilə bağlı cədvələ uyğun olmayan fikir, Düratın itməyi, öz xanına xəyanət edən obraz, Koroğluya yar. Düratın itməyində Ballıca səfəri idi. Qaraxanın mehtəri gəlir Koroğluya deyir ki, sənin İlxın Qaraxanın qoruğundadır. Ona görə də Mən xəyanət eləmişdi ki, yəni sadəcə onun nəsə təyin eləmək istəyir, o da çıxıb gəlir də. əlbəttə xəyanətdir də. Bu Qaraxan pis adam olsa belə fərqi yoxdur. Bunun adamı gedir xəbər verirsə ki, Koroğluya sənin İlxın filan yerdədir, o öz sahibini xəyanət sayır. Baxmayaraq ki, Qaraxan pis adam idi, əslində İlxıcı yaxşı görüntüdədir bizim üçün ki, ədalətli olan nəticədə öz ağasına o xəyanət sayır. Məsələ o. Bildim. Sonra uşaqlar Müəllimə 18 var məndə. geri qayıtdım. Mircəlalın açıq kitabla bağlı yanlışı müəyyən edin. Səttarzadə xudbin deyil axı. Hə, xudbin saxtakar qüvvələrlə mübarizədə gənclərə dəstək olur. Düzdür, Səttarzadə müsbətdir. Vahidin tərəfindən çıxış edir, onu himayəyə götürür. Yəni ona zamin durur ki, onda Həm də universitetə qayıtma səbəbidir. bəli. Vahid tərəqqiyə mane olan insanlara öz yaradıcı fəaliyyəti ilə zərbə vurur. Tərəqqiyə mane olan kim idi? Gəldiyev idi. O da öz fəaliyyəti, yaradıcılığı ilə layihəni çəkir və əslində zərbə vurmuş olur. Verdiyev yaradıcı fəal gənclərlə maraqlanmır. Onları iftira atmaq üçün hər yola əl atır. Gəldiyev aid. Bəli, Gəldiyev aiddir, Verdiyevə yox. Ona görə cəvayən səhvdir. Sonra uşaqlar.
Yaxşı. Görürəm yoxdur, səsiniz gəlmir. Yekunlaşdırırıq. Növbəti sınağı yazırıq inşallah. 3-cü gün axşam. Və yenə OTK yazırıq. Bu bazar olan imtahan nümunəsini işləyəcəyik. Bugünkü sınağı işlədəcəm. Müəllim, yenə eyni saatda 3-cü gün. Bəli, bəli. Saat eynidir. Sağ olun. Problem. Sağ olun. Tarix dərsi var ona görə. 20:00-da başlayır. Sınağı məcbur axşama salıram ki, hamıya əslində uyğun olsun. Biraz irəliyə salanda çox toqquşma olur, Nərminə. Sən işləyərsən, sonra baxarıq ya. Əvvəldən göndərərəm sənə. Nəsə bir sadəcə əvvələ çatdıra bilməyəcəm. Mən ancaq 3-cü gün boşam, sınağı ancaq 3-cü günə yazıb bitirə biləcəm. Çünki bu gün gəlib, sabah bir gün dərs çoxdur. Ancaq 3-cü gündən oturub axşama qədər yazıb bitirə Eyb biləcəm. yoxdur müəllim, sonradan yazıb deyərəm sizə. Mütləq Hökmünü onu soruşun. işləmək vacibdir. Da OTK-nın sonuncu sınağıdır. Onun da sınağı bitiririk də biz. Müəllim, Belə uşaqlar, sabah dərsimiz var. Ha, görüşərik. Hələlik, səhər-səhər. sağ olun. Sağ olun.